Kərəm ki, əsilinin dalıncaq lələşinlə barabar ki, 7 il gəzdi. Çoxdan bəridir görmürdü əsliyi. Ancaq dalıncaq ki, gedirdi, Erzurum dağlarında bir sürü qoyuna rast olurlar. Baxırlar ki, çoban qıraqda durur. Deyir, lələ, gəl bu çobandan soruşaq, görək əsilin köçü nə vaxt keçib buradan. Deyir, çoban nə qanır ki, nə cavab verə, bəryəl varaq gedək. Deyir, xeyr, lələ, çobanlarda qanacaqlı çox olur, gəl soruşaq. Dönürlər çobanın yanına, salam aleyküm çoban qardaş, deyir, aleykümə salam. Çoban qardaş, səndən bir şey soruşsam deyə bilərsən mi? Baş üstə dedi, kimin binəsini deyirsən soruş. Lələ dedi, bu binədən cavab verir, bəryəl gedək, bundan bir şey çıxmaz. Dedi, xeyr, soruşacam. Çoban qardaş, 3 kəlmə sözlə soruşam, cavab verə bilərsən mi? De görüm, nə deyirsən, ay qardaş, de. Götürüb Kərəm 3 kəlmə çobandan nə soruşur, əsilinin kökünü necə soruşur? Başına döndüm ey ay çoban qardaş, çoban mənim xan əslimi gördünmü? Ağlara meydidən verər qanlı yaş, çoban mənim xan əslimi gördünmü? Sövrəm, sövrəm gələr. Başına döndüyüm, ay çoban qardaş, çoban mənim xan əslimi gördümü? Ağlaram, didən verər qanlıya, çoban mənim xan əslimi gördümü? Dedə, əsli nədir, zad nədir? Məndən soruş filanın binəsi hardadır?